Herkese salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Tanınmış müğənni Pünhan Piriyev həmkarları olan Telli Borçalı Əhməd Mustafayevlə birlikdə Xəncər qonaqlığında olub. O, görüntüləri izləyiciləri ilə Instagram hesabında paylaşıb. Biz də sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, fikirlərinizi yazmağı unutmayın. Nəzər diqqətinizdə. Axır ki, Telli xanımla gəldik xəngəl yeməyə. Vay, xəngələ gəl. Əhməd, götürün xəngələ gəl. Sən yarım mənsil elədin, aya, xəngəli belə yeyirlər. Əhməd necədir? Mən yeyirəm. Belə. Xəngəl yemirsən sən? Sən xəngəl yemirsən? Yeyirəm, mən deyim belə yeyirəm. Sən Telliyə çatan mənsən. Bax, yemişəm, bax. Gəl xəngələ, muğanlı qız xəngələ, gəl xəngələ. Bunu belə eləyirsən. Bunu belə eləyirsən, Pünan. Ha, belə. Əvvəlcə belə. Sağ ol. Sonra bunu belə. Aha, bala gəlirəm. Gətdən onu Bax, yeməkdən. bax, Pünan. Sonra bunu belə. Bax. Mənə də öyrət. Görsən Əhməd? Laf ağzım sulandı mən. Ay, çəkməyin başımdır ha, yeməyi yiyir. Əhməd sən cansən, nə təyirsən? Bala de belə, Telli xanıma oxşatmaq istəyirəm, özüm alım belə.